Salam əziz izləyicilər. Bu gün də Bir İdeya Show proqramının növbəti buraxılışındasınız. Bu günlərin Bir İdeya Show proqramının növbəti qonağı Firuzə Ağayevadır. Firuzə xanım, xoş gəlmisiniz. Xoş gördük. Düşünürəm ki, bu gün də səmimi söhbətlər olacaqdır və düşünürəm ki, bu gün sizə verdiyim suallar sizə uyğun olacaqdır. Bəli. Necəsiniz? Şükür, siz necəsiniz? Çox İşləriniz yaxşı. necə gedir? Çox yaxşı. Ə, Hər şey çox əla. Baxıram, sevinirəm sizə. Böyük uğurlar qazanırsınız. Qısa bir zamanda olsa bəli. Təşəkkür edirəm. Deyərdim ki, böyük bir izləyici kütləsinin sevgisini qazanmısınız. Bəli. Hər bir müğənninin belə deyək ki, arzusundan olan bir istəkdir və istədiyiniz uğura nail olmusunuz. İstədim ki, sizi proqrama dəvət edim. Sizə Təşəkkür edirəm. izləyicilərin istədiyi sualları yönləndirin və sizə cavab verəsiniz. Bilirsiniz, mənim özümə də yazırdılar. Şəxsi həyatla bağlı. Təbii ki, müğənniyəm. Maraqlı gəlir hamıya. Hər şey çox maraqlıdır hər kəsə. Mən də heç bir efiri qəbul eləmirdim. Bir dənə sizin efiri qəbul elədim. Niyə? Çünki həm maraqlı suallar var, həm də özümə də maraqlı gəldi. Sosial şəbəkə bir proqramı istirdim. Yəni sosial şəbəkədə olan, YouTube-da olan bir layihə istirdim. Və o da sizin layihə oldu. Çox xoş oldu mənə də. Bütün suallara da hazıram. Bəyənəndiyiniz üçün təşəkkür edirəm. Sağ olun. Buyurub deyə bilərsiniz. Əminəm Suallarınızı ki, verə bilərsiniz. verdiyim suallar da sizin istəyinizə uyğun olacaq. Bilirsiniz, mən biraz səbirli və sakit insanam. Çox nadir hallarda, çox nadir suallar məndə qıcıq yaradır. Və mən düşünürəm ki, səmimiyyət olan yerdə niyə də sual insanda qıcıq yaransın? Bəzi müğənnilər mənim proqramımdan televiziya proqramını səhv salırlar. Bəli, Mən bildirirəm ki, mənim proqramım səmimi söhbət üçündür. bəli. Bu gün mənim verdiyim sualı rəsmi televiziya kanalında verilə bilməz. Aha, Amma mən burada söhbət edirəmsə, səmimi söhbətdir. Yəni düzdür, müəyyən bir həddi keçməmək şərti ilə mənim suallarım sərbəst, səmimi söhbətdir. Yəni insanlar mənim belə deyim ki, proqramı nə üçün izləyir? Səmimi söhbət ortamı olduğu üçün. Yəni bilirsiniz necədir? Bizim ümumiyyətlə kütlə rəsmiyyətdən kənara qaçan bir kütlədir. Yəni rəsmi olan bir söhbətə baxmayacaqlar. bəli. Bu reallıqdır. Bu gün də mənim belə deyim ki, proqramım da qısa müddətdə başlasa da böyük bir kütlənin izləyicisini qazanmağın səbəbi də mənim proqramımda səmimi söhbətlərin olması, səmimi ortamın olmasıdır. Çox uzatmayaq, keçək ilk sualımıza. Bizim proqramın başlanğıc sualına keçirəm. Maraqlıdır, mənim özümə də maraqlıdır bir izləyici olaraq və izləyicilərə də maraqlıdır. Firuzə kimdir? Firuzə Ağayeva, Firuzə kimdir? Firuzə ilk öncə gözəl anladır. Bilmirəm, siz bilirsiniz, bilmirsiniz. Xeyr, bilmirdim. Hə. İlk öncə gözəl anadır. Mən düşünürəm ki, yaxşı dostdur. Ailəsinə çox can yandıran insandır. Səhnədə insanlar başqa cür olur. Həyatda isə başqa cür olur. Yəni mən də o insanlara aidəm. O kateqoriyaya aidəm. Səhnə tamamilə başqa bir yerdir. Çünki mən səhnədə olanda hər şeyi unuduram. Mən öz işimdən çox həzz alıram. Hər şeyi unuduram da, yəni elə bilirəm ki, bir səhnədə bir də mənəm. Dünyada qalan heç bir adam yoxdur. Bir burada, bir də mənəm. Çünki uşaqlıqdan bəri arzum olub ki, səhnədə olum. Yəni ora tam başqa bir yerdir mənim üçün. Başqa bir planetdir, başqa bir qalaktikadır. Orada mən hər şeyi unuduram. Hətta mən səhnədə olanda köməkçim qıraqdan çəkirlər də. Mənə deyirlər ki, niyə kameraya baxmırsan? Deyirəm ki, çünki kameraya baxmağa o beynim orada olmur. Yəni mən sadəcə olaraq səhnədən qıraqdan gələn işığa baxıram. İşığı çox sevirəm. İşıq mənim üçün çox rol oynayır. Məsələn, bu dəqiqə bu işıq burdadır. Mən yəni elə bilirəm yenə səhnədəyəm. Hər şey unuduram. Belə. Bir sözlə səhnə sizi dəyişir. Bəli, Şəxsi həyatda. dəyişir. Çox. Şəxsi həyatda tamam başqa cür insanam. Tam fərqliyəm. Bəs mənə elə belə deyim də cavab sual yaradar deyə bir məsəl Bəli. var. Elə sizdə də elə eyni oldu. Aha. Maraqlıdır. Dediniz ki,
səhnədə tam başqayam, realda tam başqa. Mənim özümə də maraqlıdır. Realda necə biridir Firuzə? Yəni Firuzə olaraq eyni səhnədə kimisiniz, yoxsa tam başqasınız? Səhnə ilə real həyatda eyni olmağımın necə eyni olmağım var. Yəni səhnədə də çox pozitivəm, deyirəm, gülürəm, oynayıram. Amma təbii ki, çərçivə daxilində. Amma həyatda çox pozitiv, çox deyib gülən, çox zarafatçıl. Yəni həyatı sevən insanam. Çox zarafatçılam, dostlarımı sevən. Məsələn, bizim şou proqramlar gec bitir də. Amma ona baxmayaraq, ona rəğmən saat 5-də olsa, 4-də olsa mütləq ki, dostlarımla görüşməliyəm. Dostlarımı görməliyəm. Nə bilim, uşaqla uşaq, böyüklə böyük. Deyərdim ki, böyüklə də böyük, böyüklə də uşaq kimiyəm. Çünki deyib, gülüb, əylənməyi çox sevən insanam. Məsələn, səhnədə elə paltarlar var ki, biz onu geyinirik. Qısa paltarlardır. Amma həyatda mən o paltarları geyinmirəm. Demək olar ki, həyatda elə adi makyajsız gəzən insanam. Çox vaxt səhnəyə də makyajsız gəlirəm. Vaxt olmur makyaj eləməyə. Çünki çox türklər demiş, yoğun bir iş qrafikimiz var da. Mən həm də model kimi də çalışıram. Paltar dükanlarından da. Gecə gec gedirik evə, səhər yuxu problemimiz olur, durub gəlmir. Vaxt çatmır makyaj eləməyə. Ona görə belə çox əyləncəli. Çox fərqli. Səhnədə geyindiyim qısa geyimlər, demək olar ki, həyatda geyinmirəm. Bəs dediniz ki, işlərim çox olur və yorulmursunuzmu? Yəni gecə saat 3-də nə qədər bitirir bir proqram? Baxın, deyim də sizə, axşam saat elə vaxt olur ki, 8-də başlayır. Yolun tıxaclarını nəzərə alsaq, 7-də artıq mən evdən çıxmalıyam ki, çatım gedəcəyim yerə. 8-də başlayır. Siz inanın ki, 8-dən elə vaxt olur ki, biz hətta saat 4-5-in yarısı gəlib çıxırıq evə. 5-in yarısı bilirsiniz nə deməkdir? Düzdür, aralarında yemək, çay içmək vaxtımız olur. Boş vaxt olur arada, amma yenə də yəni bu iş qrafikidir də, yəni gec gəlib çatırıq evə. Yoruluram təbii ki, amma işimi sevirəm. 5-in yarısı gəlməyimə baxmayaraq saat 10-da oyanıram, yenə səhərsi gün gümrah. Bir dənə saçım düz, makyaj olmasa da saçım yerində olsun. Kompleksiz insanam. Makyaj olmasa belə məni narahat eləmir. Bu günümüzdə görürəm də müğənnilər səhər açılandan abed eləməmiş gəlirlər salona, ta ki axşama kimi. Toya yarım saat qalmış çıxırlar. Amma məndə elə deyil. Mənim maksimum çox nadir hallarda mən salonda o elə ağır bir makyaj eləyərəm. Mənim makyajıma 10 dəqiqə geç vaxt gedər ya da getməz. Yəni relaksız da, yəni nə var, məndə nə deyirsə, yəni ona da qaniyəm. Bəziləri qane deyil. Yox, qaniyəm. Mənə təkliflər də gəlir ki, cərrahlardan ki, hə, gəl plastik əməliyyat elətdir, reklamla bağlı belə elə. Mən deyirəm, ehtiyac yoxdur. Sifətimdə bəyənmədiyim yəni bir yer yoxdur. Çox bəyənirəm özümü və çox da razıyam. Hər iki düşünmürəm plastik əməliyyat elətdirməyi. Siz də düşünürsünüz elətdirim? Məncə elətdirim. Məncə də ehtiyac yoxdur. Və səhnələrdə görürsünüz də qarşılaşırıq. Çox zaman mənə sual verirlər ki, saçlarınız öz saçlarınızdır. Deyirəm, onlara artıq qəribə gəlir. Amma bir şey də deyim ki, sənət elə bir şeydir ki, səhnə elə bir yerdir ki, səhnə dəyişikliyi sevir. Yəni sən 5 il eyni saç düzümündə, eyni saç rəngində bu artıq insanlara çox maraqsız gəlir. Çünki hamı dəyişikliyi sevir də, yəni. Məsələn, bir ay bundan əvvəl saçım qaraydı, indi saçım artıq açıq rəngdir. Bu səhnə bunu tələb eləyir. İstər-istəməz tələb eləyir. Və zaman keçdikcə, yaş ötdükcə də düzdür, təbiilik çox gözəl, amma yenə də səhnə bunu tələb edir. Növbəti sualım budur ki, sosial şəbəkədə məşhur olmaq sizin real həyatınıza necə təsir etdi? Çox təsirləri oldu. Mənfi təsiri də oldu, müsbət təsiri də oldu. Səhnəni sevirəm uşaqlıqdan. Yəni həmişə arzum olub ki, bəli məni tanısınlar, tanınmaq sevdası olub məndə. Müsbət tərəfləri odur ki, hər kəs səni tanıyır, yaxınlaşır. Bu çox xoşdur. Qadınlar yaxınlaşırlar. Məsələn, dünən mən yemək yeyirdim, köməkçimlə bir yerdə oturmuşdu. Bir balaca uşaq yaxınlaşdı, şəkil çəkdirir. Yolda gedəndə tanıyırlar. Bəziləri bəs paxıllıqla o qız deyil belə.
Bəziləri deyir ki, "A, yox o deyil." Heç inanmayanlar da olur. Çünki normaldır, biz də səhnə adamları da insandır da, yəni gedib evində marketdən nəsə ala da bilər. Nə bilim, paltar da ala bilər. Bunu küçədə görmək, bu çox normaldır yəni. Biz başqa bir galaktikada yaşamırıq ki. Çox zaman olur ki, nəyinəsə bağlı yaxınlaşırıq harasa. Hətta mərcə girən belə olub ki, o deyil. Deyib ki, qarşıda yanındakı dost deyib, "Nə danışırsan? Odur da." Deyib, "Yox, o deyil." İnanırsınız, axırda çönmüşəm mən demişəm ki, yəni mərcə getmədən mən oyam uduzacaqsan. Olur. Müsbət tərəfləri var, çox xoşdur, yaxınlaşırlar, xoş sözlər deyirlər ki, biz sizi izləyirik. Hə, nə bilim, belə şeylərin müsbət tərəfləri. Mənfi tərəfləri odur ki, sosial şəbəkədə tanınırsansa, şəxsiyyətini çox gizlində saxlamalısan. Təbii ki, bu həyatındakı olan adama da çox təsir eləyəcək. Yəni onunla gəzə bilmirsən, hər yerdə gedib otura bilmirsən. Artıq sən tanınırsan da. Çünki qıraqdan çəkəcəklər, paylaşacaqlar. Hardasa hərəkətlərinə belə fikir verirsən. Yəni bu şeylər çox önəmlidir. Maraqlıdır. Firuzənin sponsoru varmı? Xeyr, yoxdur. Bilirəm, bu sual bir çoxlarına maraqlıdır. Çünki hər kəs deyir ki, hər gün yeni bir paltar. Mən də eyni paltarı çox nadir hallarda eyni geyinirəm də. Hər səhnəyə gələndə yeni paltarla gəlirsən, nə bilim, yeni saç düzümü, yeni bir ayaqlaşmağa çalışırıq biz də. 5-dən deyir, pis isə 10-undan yaxşıyıq. Yox, sponsorum yoxdur. Belə bir cavaba belə bir sual verim. Sponsor olmasını özünüz istəmirsiniz, yoxsa sponsor təklifi gəlmir? Təkliflər gəlir, çox gəlir, amma özüm istəmirəm. Niyə istəmirəm? Niyəsini də deyim sizə. Çünki sponsorun olduğu halda sən kimdənsə asılı olursan. Mən də kimdənsə asılı olmağı sevən bir insan deyiləm. Azadlığıma çox düşkün insanam. Azadlığımı sevirəm ki, mən bugünkü gün müğənniyəm. Mən azadlığımı sevməsəydim, mən bugün müğənni olmazdım. Çox azadlığıma düşkün insanam. Hətta mən yeni başlayanda da bugünkü gündə mənə çox duet təklifləri gəlir. Sırf sabah problem yaşamayım deyə, deməsinlər deyə ki, mən gətirmişəm, mənim sayəmdə olub. Ona görə heç kimlə duet oxumamışam və oxumaq fikrində deyiləm. Hələ ki deyiləm. Təsəvvür edin ki, bir tanınmış bir sima, yəni bir müğənni, məşhur bir müğənni, sizin videonuz onun qarşısına çıxır. Olub. Bəyənib, yəni sizə yazar bilər ki, Təsəvvür eləmirəm, olub. Yəni olubdur. Yaşadığım bir hadisədir, bəli. Demək ki, qəbul etməmisiniz. Yox, etməmişəm. Səbəb nə ilə? O azadlıqla bağlıdır, yoxsa? Bəli, kişi olub, ona görə azadlıqla bağlı. Düşünmüşəm ki, hardasa qarışacaq nəsə bir problemlər. Bilirsiniz, duet ortaqları, bəli, gözəl bir şeydir ki, gözəl duetlər bəyənirik. Amma səhərsi gün şəxsi prinsiplərini qatırlar işə. Və mən bunu sevən insan deyiləm. Şəxsi prinsipin işlə heç bir əlaqəsi olmamalıdır. Və şəxsi prinsiplərinə görə də başlayırlar problem yaşamağa. Və o aradakı hörmət itir. Bir-birlərinə qarşı nə bilim, sözlər, ifadələr, davalar. Ona görə mən bunu sevmirəm. Yox, ona görə qəbul eləməmişəm. Yəni Firuzənin sponsoru yoxdur. Yox, Qısalar. yoxdur. Firuzəni izləyənlər bəylərdir, yoxsa xanımlar? Yəni ən çox. Mən düşünürəm ki, həm bəylərdir, həm xanımlardır, həm də uşaqlardır. Var. Çünki şəhərdə mən uşaqlar daha çox yaxınlaşıb mənə şəkil çəkdirirlər. Salam, siz Firuzə xanım deyirsiniz. Uşaqları görəndə daha çox sevinirəm də. Amma mən sizə deyərdim ki, bəylərdən çox xanımlardır. Çünki çox yaxınlaşır mənə xanımlar. Ki biz sizi izləyirik, biz fake profillərindən baxırıq. Deyirəm, hə, heç gözləmirəm. Mən də düşünürdüm ki, kişilər daha çox gözləyir, amma yox, xanımlar daha çoxdur. Demək istəyirsiniz ki, məni 50% səsimə görə, 50% də performansıma görə. 60% performansıma görə, 40% də səsimə. Bəlkə 90 idi. Yox, düşünürəm 90 deyil, 60-dır. O zaman 60 qalsın elə. Qalsın. Maraqlıdır. Haqqınızda bu günə qədər danışılan ən maraqlı şayə nə olubdur? Mənim özümə də maraqlıdır. Bir çox şairlər olub. Onun içindən birini deyək. Çox şairlər olub. Çox şairlər olub. Və hamısı çox gülməli şairlər olub.
təəccüblü şayələr olub və buna çox inananlar da olub. Çox bilirsiniz necə? Çox hətta yəni özümdən belə sual veriblər ki, bu belədir. Demişəm ki, yəni bilirsiniz məndə bir xüsusiyyət var. Məndən ümumiyyətlə gəlib yaxınım belə soruşanda bu belədir. Deyirəm inanırsansa ona get inan. Amma sən məni tanıyırsan, sən bilirsən, tanımayanlar belə gəlib soruşur. Bilirsiniz normaldır da, yəni hər şey görürük, hər şey eşidirik. Bu inanmaqları onları da qınamalı deyil. Bəli. Demişəm ki, əlbəttə bu belə deyil. Çox şeylər olub, amma gəlin birini deyim sizə. Bilirsiniz də mən daimi olaraq Bay Muxtar müzikalda çıxış eləyirəm. Hər gün səhnəm var. Muxtar mənim çox yaxın, çox yaxın aləmin içidir, çox yaxın dostumdur. Belə bir şayə yayılıb ki, yayılıb indi də gedir ki, biz birlikdəyik, sevgiliyik. O çox yaxın dostumdur. Siz kaş ki bizim onunla yəni işdə belə münasibətimizi görəsiz. Çox başqa cür. Çox elə bil aləmin içində çox yaxın dostumdur. Əslində belə deyim mən sizə. Ən gülməli bizə görə, yəni biz ən çox ona gülürük. Ən gülməli şayə bizim üçün o ilə bizim birlikdə olmağımız. Hamı elə düşünür ki, biz birlikdəyik. Əslində siz mənim növbəti sualıma bir cavab verdiniz. Bəli. Mənim sualım bu idi ki, maraqlıdır. Bay Muxtar ilə çox yaxınsınız. Hə, çox yaxınam, Yəni bəli, bəziləri çox yaxınam. ilişki olaraq, sevgi olaraq görə bilər. Bəli, elə də görürlər. Yəni elədirmi yoxsa yox? Hətta bəziləri düşünürlər ki, biz evliyik. Hətta bəziləri düşünürlər ki, mənim evladımın atası Muxtardır. Onu belə düşünən var. Əzizlərim, bu belə deyil. Biz çox yaxın dostuq. Yəni çox tam fərqli. Hətta mən deyərdim ki, mən onu özüm qohumlarım kimi, yəni öz qohumum kimi, yəni onu heç ayırmıram. Yəni bizim ailəmizin içidir bu adam. Həmçinin onun ailəsi də, anası da, atası da, qardaşı da. Salamlayıram hamısını. Hətta Muxtar bəyin həyatında olan qadın mənim çox yaxın rəfiqəmdir. Özü də ki, hal-hazırda yanımızda oturub. Bizimlədir. Özü hal-hazırda burada. Siz görməsiniz amma hal-hazırda buradadır. Həmin adam da mənim çox yaxınımda olan adamdır. Hər yerə birlikdə. Yəni biz hər gün 5-6 saat birlikdə olan adamlar. Siz düşünsəniz də ki, sevgiliyik. Mən rahatam, o da rahatdır. Çünki həyatında olan adam var. Yəni inanın ki, o qədər fərqli xarakterlərdə bir insanlarıq. Heç yola gedə bilmərik də biz o ilə daha sevgili belə olsaq. O çox səbirsiz. Nə bilim, hər şey belə tələsən. Tez belə səbirlidir. Yəni necə gözləyir? Mən əsəbləşəndə gözləyir. O həmişə su olur da. Mən amma ondan fərqliyəm. Sözümü heç vaxt tutmaz. Tez ol, çıx evdən. Bu elə adamdır. Mən o qədər rahat adamam. Verilişə belə 2 saat gecikmişəm. Mənim kimi. Bəli, Mən də rahat. Çox rahat bir insan. Amma o elə deyil. Ona görə əsla mən onunla yola gedə bilmərəm. Çox fərqli insanlar, çox fərqli. Amma bir dost kimi, o da mənim kimi səmimi, düzgün, düzgünlüyü tələb eləyən, haqsızlığa dözmür heç vaxt. Bəli, elə xüsusiyyətlərimiz bir-birinə uyğundur. Yəni biz dostluğumuzu nəyəsə görə etmirik. Biz sırf olaraq dostluq edirik və dostluq münasibətində heç vaxt işə qatmırıq. Yəni Muxtar mənim dostumdur. Mən obyektə bu gün 1 saat gecikdim, bu gün obyektə gəlməyim deyə bir prinsip yoxdur. Bu bizim şəxsi prinsiplərimizdir. Bunu işə qatmaq olmaz. İşin də iş yeri var. Belə. Mən düşünərdim ki, problemi olmayan bir insan yoxdur da, yəni. Nə qədər gülsə də, nə qədər söhbət etsə də, xoş olsa da, amma insanın daxilində kiçik də olsa müəyyən bir problem var, bir sıxıntı var. Maraqlıdır, elə an olubdurmu ki, səhnəyə çıxmazdan əvvəl müəyyən bir probleminiz olub və ağlamısınız? Heç bir zaman olmuyor. Heç bir zaman mən səhnəyə çıxamamışdan qabaq ağlamamışam. Səhnədən düşdüyüm an ağlamışam, yadımdadır, xatırlayıram ki. Səhnəni çox sevirəm. Səhnədə olanda mən hər şeyi unuduram. Səhnə mənim üçün ilahi bir yerdir. Bilirsiniz necə? Yəni çox fərqlidir. Mən sanki orada hər şeylə özümü tapıram səhnədə. Çox fərqlidir mənim üçün səhnə. Ona görə heç vaxt üzülməmişəm səhnəyə çıxmazdan əvvəl. Problemim olub, bəli. Kədərləndiyim vaxt da olub ki, hansı ki ürəyimdə kədərlənmişəm, amma zərbələr olub ki, zərbə almışam, çox pis olmuşam. Hətta demişəm ki, bəlkə bugün heç səhnəyə çıxmayım. Amma düşünmüşəm ki, xeyr, əksinə səhnəyə çıxmasam daha pis olar. Səhnə mənə hər şeyi unutdurur.
Səhnə mənə hər şey unutdurur. Bir dəfə olub ki, səhnədən bir ay uzaqlaşmışam. Xaricə getmişəm Türkiyəyə. Ailə durumundan bağlı getmişəm, həm də yorulmuşdum. Bu da mənim haqqımdır, mən də gedib istirahət eləyə bilərəm. Elə oldu ki, mən orada çox qalası oldum, bir ay qalası oldum. Axırıncı səhnədən düşüb sabah gələ bil ki, düşünün ki, sabah yox, 2 gündən sonra sən artıq gedirsən başqa bir ölkəyə. Orada vidalaşanda istərsəmiz bir ay böyük uzun bir müddətdir mənə görə. Çox gözlərimin dolduğu vaxt olub, hə. Bir də səhnədə kövrəldiyim vaxt olub, amma sevincdən olub, kədərdən olmayıb. Anam Oğlaq bürcüdür. 31 dekabr anamın doğum günüdür. 30 dekabr saat 12-də anamı təbrik elədiyim vaxt olub, gözüm dolub, təbrik vaxtı ağlamışam. Sevincdən olub, yəni kədərdən olmayıb. Əsas odur ki, arzu edirəm ki, yəni yenə də ağlasanız, yəni sevincdən ağlayasınız. Sevinç gözyaşı olsun sizdə. Kədərdən olmasın. Tək elə olsun. Hamı Düzdür, həyatda bilmək olmur. Bəli. Həyatın yoxuşları çox olur, enişləri çox olur, amma ən azından ümid edək. Ümidlə yaşayaq ki, belə bir pisan olmasın. Bir bəy üçün Firuzəni əldə etmək çətindirmi? Ümumiyyətlə o sualı sevmirəm. Çünki əşyanı əldə etmək olar. Mən belə düşünürəm. Belə deyə bilərsiniz ki, bir bəy üçün Firuzənin qəlbini qazanmaq çətindirmi? Yox. Mən düşünürəm ki, çətin deyil. Çünki mən çox romantik insanam. Gülləri sevirəm. Sevirəm ki, insan pozitiv olsun. Yəni o neqativin üstünə adamı tökməsin. Qarşılıqlı hörməti çox sevirəm. İnsani faktorlar mənim üçün çox önəmlidir. Təbii ki, sonra maddiyyat, sonra qalanlar, digərlər önəmlidir, amma birinci insani faktorlar önəmlidir. Yəni deyək ki, bu insan çox imkanlı adamdır, amma tərbiyə yoxdur, sənə hörmət eləmir, səni əzməyə çalışır, nə bilim, səni başa düşmür, sən səhnə vaxtını normal qarşılamır və ancaq problem yaşayırsan, belə şeyi sevən adam deyiləm. Yenə deyirəm, azadlığıma düşkün insanım. Onda belə bir sual verin bu cavaba uyğun. Firuzə sevgini yoxsa pulu seçib? Sevgini. Seçib yoxsa seçər? Yəni seçib. Səhnəni seçmişəm. Səhnə də mənim üçün sevgidir. Bəs yaxşı. Seçib deməsən, seçər desən. Yəni təsəvvür edin, bir sevgidir, bir də puldur. Hörməti seçərəm. Yəni hörmətin içində bir sevgi var da. Mən ümumiyyətlə sevgiyə inanan insan deyiləm. Sevgi nəyə deyirsiniz? Sevgi belə deyim ki, mən sizə verdiyim sual ilişki ilə bağlı olan sevgidir. Kişi və qadın arasında olan sevgi. Elə sevgiyə ümumiyyətlə inanmıram. Yoxdur yəni deyirsiniz. Xeyr, mənə görə sevgi yoxdur. Sizə görə nə var? Mənə görə qarşılıqlı hörmət var. Mənə görə sevgi yoxdur. Qarşılıqlı hörmət varsa sevgi var. Xeyr, deməzdim. Çünki sevgi bəzən o qədər çirkinləşə bilir ki, yəni ona nəyinə sevgi deyə bilərik ki biz? Yəni ana belə balasını öz uşağı olduğu üçün sevir də, yəni öz egoizm, o egoist duyğular var da. Sən nəsə umursan ki, sən o insanı sevirsən də. Mən belə düşünürəm. Mənə görə həyatda sevgi yalnız və yalnız mənim ailəmədir. Mənim anama, mənim övladıma və mənim qardaşıma. Sadəcə olaraq öz ailəmədir. Qarşı cinsə hal-hazırda sevginiz yoxdur. Necə qarşı cinsə sevgim? Yəni bir bəy var, təsəvvür edin. Sizi sevib. Aha. Yəni onda olan sevgi, mən deyərdim ki, saf sevgidir. O sizə təklif edir, sevgi etiraf edir. Siz onu qəbul edərsinizmi? Deyirsiniz ki, yoxsa sevgiyə inanmıram mən. Sevgi yoxdur. Bilirsiniz, əgər qarşı tərəfdən xoşum gəlirsə, bütün kriteriyalar mənə uyğundursa, yəni bu adam mənə problem yaratmırsa, bununla mənim vaxtım xoş keçirsə, mən bu adama bağlanıramsa, niyə də olmasın? Onda sevgi var da yəni. O sevgi deyil axı, o münasibətdir. O demək deyil ki, mən o adamla danışım deyə mən o insanı sevirəm. Mən o insana bağlana bilərəm. Xoş vaxt keçirə bilərəm o ilə. Bilirsiniz. Amma sevmək... Beyin qarışdı yəni.
Bəlkə də izləyicilər də qarışdı. Yox, Yəni yazarçı sevmək yorum. başqa Şəxsən bir məncə şeydir. artıq beyin qarışdı. Yəni Bilirsiniz, sevmək mənə görə ilişki var ki, baxın real deyək. İlişki var ki, tanışlıqla ilişki ola bilər. aha, İlişki var ki, müəyyən bir qarşılıqla ilişki ola bilər. aha. İlişki var ki, sevgi ilə ilişki var da, yəni sevgi qarşılığında. Siz ona sevgi Bir verirsiniz. ilişki var ki, Siz indi hansını seçərsiniz? Tam başa düşmədim mən. mən də yenə deyirəm qarşılıqlı hörməti. Yəni hörmət, Mən də sevmişəm. Mən də yəni həyatımda bir nəfər olub, mən onu sevmişəm. Bəli, sevdiyim insan olub. Mən bunu danmıram. Yəni mən də Amma onu demək sevgiyə istəyirdim. inanmıram. maraqlıdır. Yəni sevgi olsaydı o insan mənimlə birlikdə olardı da, yəni. Ona görə mən də bu sevgiyə inanmıram. Birlikdə deyiliksə, deməli ki, inanmıram. Maraqlıdır mənə ki, Sevən insan sual verirəm sizə. Bəli. İstəyirsiniz sevgi. Sevən insan insana pislik eləmək istəyər? yox. Mən belə düşünürəm ki, yox. Onda sizin Və əgər bu insan deyir ki, mən səni sevirəm, sənə pislik eləməyə çalışır. Məsələn, səni necə sevə bilər? demək ki, o insan sizi aldadır da, yəni. Deməli ki, bu insan özünü fikirləşir, öz egoistliyini sənin üzərində sınayır. Bu da düzgün bir şey Baxın, deyil. bilirsiniz də, mən buradan ümumi tək sizə deyil sözüm. Ümumi Azərbaycan xanımlarınadır. Hansısa bir bəyin səhvini ilişkidə gördüyünə görə düşünürlər ki, başqa bəylər də onun kimidir də, yəni. Yəni axı Xeyr, bu belə bu deyil. sevgi bir bəydən ibarətdir. Sənin həyatında elə bir bəy olubdur ki, səni sevirəm deyib sənə zərbələr vurub. O demək deyil ki, başqa bir bəy də onu edəcək. Yox, mənə xəyanət baxımından zərbə vurmayıb, amma anlaşılmamazlıqlarımız olub, bəli, çox olub. Yəni mənim demək istədiyim budur ki, burada bir bəyə görə siz xanımlar niyə o birisi bəylərdə linç edirsiniz ki, sevgi yoxdur, bəylər belədir. Mənə görə Etməyin yoxdur da sevgi. Mən bir bəy olaraq mən fikir bildirirəm, Biz yəni siz təkcə mənim xanımlara. münasibətimdən getmir axı. Görürük də, yəni ətrafdakı münasibətləri də görürük. Düz deyən ətrafı görə bilərsiniz. Mən Yaxşı deyək ki, məndə belə deyil. Ətrafda belədir axı. bəlkə də o ətrafda Günümüzdə sevgini çox ucuzlaşdırıblar. bu düz, yəni bu cavabınızla mən razıyam. Sevgini artıq belə bil ki, yəni Mənə görə sevmək, sən o insandan ayrılsan belə, o insana pislik eləməməkdir. O insana həmişə yaxşı şeylər arzulamaqdır. Yəni biz ayrılsaq belə, tək ki sən həmişə yaxşı ol, işlərin yaxşı olsun. Bu sevgidir. Amma ki bir də var ki sən o insandan ayrılıq ərəfəsində və yaxud da ayrılmısan, sən o insana pislik arzulayırsan. Bu sevgi deyil artıq. amma belə deyim burdan. Bəzən mən də düşünürdüm ki, sevgi yoxdur, amma elə bir anla qarşılaşdım ki, yəni anladım ki, həqiqətən də sevgi var. Çünki gəlin belə deyək də, Allah bütün şəhidlərimizə rəhmət etsin. Bəli, Allah hamısına rəhmət eləsin. O şəhidlərin belə deyim ki, yadigar qalan həyat yoldaşları var. Aha. Onlar hələ də o sevgi ilə yaşayırlar. O ailəyə qarşı olan sevgidir. Yəni demək istədiyim odur ki, əgər sevgi yox idisə, yəni onlar da ona sadiq qalıb. Bəs mən söhbətimi Demək ki, sevgi var. Sadəcə düzgün sevə bilməyən insanlar var. Bəs mən söhbətin əvvəlində dedim ki, sevgi var, amma sevgi ailəyə qarşı var. Anaya, mənə görə anama, övladıma və qardaşıma var. Bəs ailə deyirsiniz. Bunlar da ailədirlər, başa düşürsüz? Biri də var ki, siz bir oğlan və bir qızın münasibətindən danışırsınız. Sizin dediyiniz artıq ilahi sevgidir. Mən belə düşünürəm. Hər kəsin öz fikri var. Mən də sizin Yəni, fikrinizlə bəli, qarşılaşıram, fikirlər mən qarşılayıram. Yəni fərqlidir. düşünürəm ki, düz fikirlər fərqlidir. Bəlkə mənim dediyimdə də yəni səhvlər ola bilər. Mənə görə bağlılıq sevgidən daha çətindir. Bağımlılıq varsa, sevgi yoxdur orada, mənə maraqlıdır. Məncə yox. Sevgi, kim bir insanı sevirsənsə, ondan ayrı qala bilirsən. Amma bir insana bağlanırsansa, ondan ayrı qala bilmirsən. Bəs belə bir sual verim. Bağımlılıq sevgidən üstündür, yoxsa sevgi bağımlılıqdan üstündür? Bağlılıq, Bağımlılıq yəni. bəli, sevgidən üstündür. Çünki onu unutmaq daha çətin olur. O səni daha çox incidir. Ayrı qala bilmirsən, depressiyalar yaşayırsan. Amma sevgi elədir ki, bilirsən ki, o insan yaxşıdır, hər şey çox yaxşıdır, amma sən ondan ayrılsan. Həyatında başqası olsa da amma yaxşıdır. Bəli. Əziz xanımlar, mənim yaşım az olsa da, amma hər birinizə bunu arzulayıram.
arzu edirəm ki, qarşınıza sizi dəyişdirməyə çalışmasın o insan. Sizi necə var elə qəbul eləsin. Pis, mənfi xarakterlərinizlə, əsəbinizlə, nazınızla, qəmzənizlə qəbul eləsin. Mən daha çox onu sevirəm. Əksinə amma həyatıma girib səni dəyişdirməyə çalışmasın. Sən niyə beləsən? Sən səbirli ol da. Sən əsəbi olma da. Əsəbiyəm də, sən mənə əsəbi qəbul elə də. Sən çalış ki, məni sakitləşdirəsən də. Mən bir güzel. insanı, mən də bəyi, məsələn, qarşımdakı bəyi dəyişməyi sevmirəm. O necə var, onu elə qəbul eləmək lazımdır. Niyə dəyişək axı bir-birimizi? Bir-birimizi mənfilərimizlə sevək də, müsbətlərimizlə sevməyə nə var ki? Məncə çox gözəl cavab oldu, hə? Tamamilə çox gözəl cavab oldu. Mən onsuz bilirsiniz dedi. Bəzən deyirlər ki, insan dəyişir. Məncə insan Xeyr, dəyişmir. insan dəyişmir. Ona görə insanı qüsurlarınla sevmək daha gözəldir. Tamamilə düz. Mən də sizin verdiyiniz cavabla razıyam. Fərqi yoxdur. Bu zahiri görünüşdən də gedir söhbət. Bir də görürsüz ki, görürük də günümüzdə. Məsələn, kimsə deyir ki, birlikdədir. Məsələn, deyirəm, get burnunu əməliyyat elətdir. Burnunu bəyənmirəm, əyridir oğlan burnu. Sən onu sev də elə də. Sən bunu elə belə burnu əyri görüb sevmisən də. Niyə bunu dəyişməyə çalışırsan? Bəlkə o adam özü dəyişmək istəmir, sənə görə gəlib onu dəyişir. Bu artıq kompleksə düşür qarşı tərəf. Təsəvvür edin ki, bir bəy var. Sizi sevir. Sizə bir sevgi təklif edibdir. Amma o bəyin aylıq qazancı sizin aylıq qazancınızdan qat-qat aşağıdır. Amma o bəyin qazancı belə deyim ki, aylıq büdcə olaraq, yəni sizi normal şəkildə saxlamaq şəkildə belə deyim ki, Bilirsiniz, saxlamaq tələblərini sözü edə bilər biraz də, yəni. Pis çıxır. Yəni saxlamaq da edə bilsiniz də, yəni normal yaşamını yaşada bilər sizə həyatda. Yəni sizin istəyinizi Mənə tam ehtiyac olmasa da, yoxdur ki, bir qarşı tərəf milyoner olsun, milyarder olsun, küllü miqdarda olan pulu olsun. Günümüzdə çox əfsuslar olsun ki, qızlar, qadınlar deyir ki, məsələn, ayda falan kəsin çox pulu var, bu necə pullu oğlandır. Mən deyirəm ki, o qədər pullu oğlan var ki, əli yoxdur adama bir dənə çöp alıb gətirib. Amma Düz. elə oğlanlar var ki, düzdür o qədər pul qazanmır, ortalama bir məbləğ qazanırlar. Hə. Amma sənə elə bir jestlər eləyirlər ki, sən elə bir belə könlünü almaq istəyirlər ki, deyirsən ki, yəni heç pullu bunu eləmir. Başa düşdünüz necə? O insanın ürəyindən gələn bir şeydir. Yəni nə pul, nə də ac qarına sevgi. Bunların heç birinin tərəfdarı deyiləm. Nə də milyoner tərəfdarı deyiləm. Milyonerin də öz problemi olur. Bu belədir, inanın ki mənə. yəni normal. Kim nağıllardakı həyat yaşamır, inanın ki. Heç nə göründüyü kimi deyil. Normal olmalıdır. O sənə hədiyyə ala biləndə, sən ona hədiyyə ala bilməlisən. Bilirsiniz, zamanla oynayır da. Məsələn, elə ay olur ki, az pul qazanırıq. Elə ay olur ki, çox yaxşı pul qazanırıq. Qarşı tərəfdə də ola bilər də. İşində problem yarana bilər. Məsələn, bir problem ola bilər. Əsas odur ki, sən onu hörmətlə anlayasan. Mən belə düşünürəm. Mənim belə bir fikrim var ki, yəni Bəzi müğənnilər kimi durum deyim ki, mən 2 ev, 3 maşın, 5 villa olmasa mümkün deyil, amma xeyr elə bir şey yoxdur. Qədərində olmalıdır. Heç olmasa yəni ən azından o sənin bir könlünü. Biz gəlin reallığı danışaq da. Bu insanın könlü nədən xoş olur? Hansısa bir kiçik bir hədiyyədən, bəli. Hədiyyəni almaq üçün pula lazımdır, yəni. düz. Pula ehtiyac var, bəli. Bu pulda qazanmalısan. Mən bayaq dedim, milyonerin də öz problemi Düz. olur. Yəni sən də milyoner üçün tək qadın olmursan. Sənin kimi 10 dənə qız olur. Bu çox iyrəncdir. Mən sevmirəm. Mən xoşduram ki, qarşımdakı insan adına lüb olur. Adına lüb bilirsiniz nə deməkdir? Yəni Bir insan sevən. bəli. Bəli. Bu daha gözəldir. Gözəl şeyləri paylaşmaq gözəldir. Gözəl günlər, deyib gülmək, danışmaq, sən onun ətrafında danış, o sənin ətrafında tanımaq. Belə şeylər çox gözəldir. Biri də var ki, sırf pul düşkün olmaq. Bu, mən yalan deyirəm, mən elə şey sevmirəm. Belə deyək də real da olsa, yəni acı da olsa deyəcəm ki, yəni normalında yaxşı. Bəli. O demək deyil ki, sənin aylıq qazancın yüksəkdir. Məni sevənin kişinin də aylıq qazancı o qədər ondan üstün olmalıdır.
Yəni siz Məsələn, deyirsiniz ki, 500 normal manat olsun. sən pul qazanırsansa, heç olmasa bu kişi qazanmalıdır bir 1000-1500 manat da, düzdür? Biri də var ki, sən 500 manat qazanırsan, bu kişi qazanır 200 manat. Hardasa yenə də nə qədər sevgi olsa da arada, nə qədər xoş olsa da yenə də problemlər yaranacaq. Artıq o kişi özü sıxılmağa başlayacaq ki, mən ürəyim istədiyim kimi buna nəyisə vermirəm də, bildiniz necə? Yəni başqaları hədiyyə alanda mən ala bilmirəm o hədiyyəni. Düzdür, qadın da onu başa düşməlidir. Amma özü kişi başlayır sıxılmağa. Mən belə düşünürəm. Yoxsa Yəni ki, mən 500 manat qazanıramsa, qarşımdakı adam 500 min manat qazanmalıdır. Bu burada görsən ki, bu nə sevgi, nə hörmət, yəni bu buna nə məna ilə baxır. bəli. Bu sırf yəni özünə gələcək qurmaq istəyir bu adamın üzərindən. Mən belə düşünürəm. O da bəzisində alınsa da, bəzi çoxsunda alınmır. Çoxsunda alınsa da axırda yandırırlar. Çox böyük problemlər yaşayırlar sonda. Pul qarşılığında ilişkilər də çox uzun olmur. Bəli. Razıyam. Çünki pulu olan bir bəy, yəni ilişki qurduğu xanımı bilir ki, yəni bu məndən pula görə buradadır, yəni. Yoxsa yox. Yəni bəzi xanımlar Və bəzi kişiləri bəylər saf görə bunu bilər. görür. Amma buna çox da razıdırlar. Çünki onu belə deyim də, yəni bu insanın Onu pulu səhv var. eləyir. Pulu var. Yəni bilir ki, yəni bu mənim puluma görə. Bilirsiniz ki, bəzi bəylər zövq üçün yəni yaşayır da, yəni ondan gözəlliyinə məsələn həzz alır. Yəni bəzi kişilər ona görə. Onun pulun bu adamda pulu var. Valla zövq deyirsiniz, mən belə baxıram, zövqlü də orada bir şey görmürəm. Yəni, ondan da qat-qat gözəl qızlar var, yəni zövqə qalsa. İndi insanla insana görə dəyişir. Məncə görməmişlikdir, zövq deyil. O da ola bilər, yəni görməmişlik də ola bilər. Hə, görməmişlikdir. Günümüzdə köməkçim mənim deyə bilər ki, elə qızlar görürük ki, şok, biz həqiqətən şok yaşayırıq. Yəni bu necə ola bilər də, yəni. Söhbət o puldan getmir, yəni. Qıza elə bir qayğı göstərir ki, o bəy. Onu yəni yeməyi əlinlə yedizdirir, suyu belə içizdirir. Baxırsan ki, yəni buna necə də, yəni necə, bu necə mümkün olan bir şeydir. Ya sən buna necə o elə bir ilk sevgi deyirlər, məktəb sevgisi. Bax o qayğını göstərir ha qıza. Qız da maksimumdan yəni 2 gündə, yəni 2 gündən sonra bu adam bunu tanımayacaq. İstəyinə çatana qədərdir. Nə bilim bir telefon, bir qızıl aldırana qədərdir də, vəsə. Sonra nə? Kim heç yazma düşmüş, xəbərim yoxdur. O artıq məncə kişilik deyil, yəni mənə görə bir Olur, kişi, günümüzdə çox görürük. yəni bir kişi bilirsiniz, yəni mənim görə, yəni bir kişi ona yaxın olan qadından, yəni sərt demirəm, yəni gündə belə deyim ki, ona üzündə sərtlik olsun, daimi ondan dalaşsın, yox, yəni. Yəni hər şeyin qədəri var da, yəni. O sevginin, qayğının da qədəri var bir sözlə. Bəs mən ona görə Yəni deyirəm ki, hər şey suyun da belə qarşılıqlı deyim ki, olmalıdır. artıq olduqda insana ziyandır. Yəni Hər sevgi şey elədir. qarşılıqlı olmalıdır. Yəni əgər bir bəy görür ki, qarşı tərəf səndən sırf maddiyata görə bir yerdə deyil, səni həqiqətən istəyir, sənə qayğı göstərir, sənin qeydivə qalır da, yəni bir ana kimi sənə qayğı göstərir. Bir bəyin də təbii ki, əgər ortalama bir pul alırsan, bir maaş alırsan, niyə də onu eləməsin? O artıq onun ürəyindən gələcək, o qarşı tərəf onu eləyəcək. Yəni dediyinizə yəni biraz əsəbləşdim, yəni bizim bu kişilərə. Yəni iki üç gün tanıdığı bir qadına. Yəni biraz yəni insan özünə dəyər verməlidir. Məsələn, mən gülləri çox sevən qadınam. Roza yox, Yasəmən gülünü çox sevirəm. Mən çox sevirəm ki, qarşı tərəf məsələn mənə əslində pul baxımından qızıl gül ona daha baha gəlib çıxır. Yasəmən gülü bahalı gül deyil. Niyə sevirəm Yasəmən gülünü? Çünki hər fəzlə tapmaq olmur onu. Əziz bəylər, Firuzə xanıma gül hədiyyə etdik. Dəfələrlə olub səhnəyə göndəriblər. Yasəmən hədiyyə edin. Sevmirəm qızıl gül. Yəni bu gündən sonra, bu verilişdən sonra gül hədiyyələri aldıqda əziz bəylər, Yasəmən. Sevirəm də, yəni bir kişi çətinliyə getməli də sənə görə. Görə yəni bu sənə nə qədər istəyir, nə qədər mərdliyi var. Bir kişidə ən önəmli şeylər onun o gözəlliyi, onun nə bilim boynun hündür və ya balaca olmağı deyil. Onun kişi isməti deyirlər. O lazımdır, mərdliyi lazımdır. Yəni bunlar çox önəmli şeylərdir. Mərd olmalıdır. Kişi mərd olmalıdır. Kişi ilə qadının fərqi bəs nədir? Faktorlar var da ortada.
Bu belə olmalıdır. Maraqlıdır. Firuzəyə görə geyim əxlaq ölçüsüdürmü? Yox, qətiyyətlə. Mən yenə dedim axı mən səhnədə başqa cürəm, həyatda başqa cürəm. Səhnədə mən qısa paltarlar geyinirəm. Bəli, çox qısa geyinirəm, oynayıram da. Amma həyatda mən necəyəm? Ancaq sport, bağlı, salaş, tör, töküntü. Ancaq. Bəlkə də vaxtım olsa geyinərəm, amma geyinmirəm. Mən sevmirəm açıq geyinməyi əsl həyatda. Mənim səhnə qarderobum başqadır. Normal həyatda getdiyim günlər qarderobum başqadır. Və fərqli-fərqli də mağazalardan alıram geyimləri. Çox fərqlidir hər şey. Ona görə mənim üçün geyim əxlaq ölçüsü deyil. Belə sualınıza cavab olaraq belə bir sual verim. O zaman geyimi siz reklam xarakterli qısa geyimlər geyirsiniz, yoxsa belə deyim, zövq olaraq, yəni sizin zövqünüzlə Deyim baxırsınız ki, bir geyimdir dənə zövqünüz dükandan yoxsa? pastayanla geyinirəm. Həm bu daimi olaraq bir dükandır. Bəli, daimi işlədiyim dükan var. Hansı ki, reklam da eləyir o dükanı, geyinirəm. Paltarları da reklam qarşılığında oradan geyinirəm. Amma bu təzəlik olub, yəni. Təzə bir 10 günün söhbətidir. 10 gün bundan əvvəl pul verib, yəni hamı kimi mən də paltar alıram. Reklam eləmirdim. Və ürəyim hansı paltarda istəyirdim alıram. Mənim çox paltarlarım qısa olur, amma uzun geyindiyim vaxtlar da olur yəni. Məsələn, dünən mən səhnədə uzun paltardaydım. Qara uzun paltar geyinmişdim. Yəni geyim əxlaq ölçüsü deyil. Xeyr, mənə görə deyil. Hər kəsin öz əziz izləyicilər Burada fikri bizi var. kommentdə daşlamayın. Yəni fikri var, yəni biz də fikrinə hörmətlə yanaşaq. Ümid edirəm siz də hörmətlə yanaşarsınız. Firuzə gələcəkdə özünü xalq artisti adına layiq görürmü? Hər müğənni kimi bu da mənim üçün çox xoş olar. Çox böyük arzularımdan biridir. Böyük arzularımdan biridir, bəli. Çünki sənətdən getmək istəmirəm, səhnədən getmək istəmirəm. Səhnə mənim üçün başqa bir yerdə, yəni başqa bir qalaktikadır, başqa bir evrəndir də yəni. Bunu mən yox, bunu qıraqdan baxanlar deyə bilər ancaq. Mən düşünürəm ki, çox-çox çalışmalıyam. Niyə də olmasın, əlbəttə ki. Yəni istərdiniz. Çox. Arzularımdan biridir. Ümid edirəm və arzu edirəm ki, Təşəkkür istədiyinizə edirəm. nail olarsınız. Çox təşəkkür edirəm. İnşallah ki, olaram. Çox istəyirəm. Amma bunun üçün çox çalışmalıyam, bunu da bilirəm. Öz üzərimdə çox çalışmalıyam. Firuzə bədən şəkilləndirmə edibdirmi? Xeyr, bədən şəkilləndirmə etməmişəm. Hələ ki fikrim də yoxdur etməyə. Bir çox həkimləri götürüb paylaşırlar reklam üçün, adam yığmaq üçün, amma mənim bədənimdə, ümumiyyətlə məndə estetika yoxdur. Elətdirməmişəm. Fikrim var elətdirməyə, amma indi yox, gələcəkdə. Hələ ki elətdirməmişəm. Heç bir bədən şəkilləndirmə əməliyyatı elətdirməmişəm. Bunu mənim özümdən də çox soruşurlar. Hətta bir çox həkimlər yalandan deyir ki, mən eləmişəm. Gəlin siz də mən də onun kimi eləyim. Əziz xanımlar, ona görə də aldanmayın. Zaten ki, çox şeydir. İnanmaq istəyən inansın, inanmaq istəyən də inanmasın. Yəni, mən səmimi danışıram ki, elətdirməmişəm. Müğənni olaraq aylıq qazancın nə qədərdir? Müğənni olaraq aylıq qazancım ailəmi saxlayacaq qədərdir. Dəqiq qiyməti demirsiniz. Göz dəyər bir də ona görə yoxsa? Yox, göz dəyər bayaq dediyim kimi elə ay olur ki, çox az qazancı olur, elə ay olur ki, yaxşı qazancı olur. Mən razıyam hər şeydən. Ümumiyyətlə həyatımda çatışmayan heç nə yoxdur. Mən çox xoşbəxt insanam ki, hər şey bugün üçün həyatımda hər şey var. Sağlamlığım yerimdədir. Ailəm yaxşıdır. Bu qədər. Yəni mən hər şeydən xoşbəxt olan insanam. Bəs rəqəm olaraq deyə bilərsiniz. Rəqəm olaraq oynayır, axı dəqiq deyə bilmirəm. Onda mən deyim, siz cavab verin. 20 üzərində var. 20.000 üzərində? Bəli. Yox. Çox az. Ondan çox aşağı. 10.000. Yox, ondan da aşağı.
5. Burada nəsə 5. səmimi görmədim, yəni cavab olaraq 5-mi? Yox. Çünki bilirsiniz niyə? Axı niyə yalan danışaq ki? Biz gün ərzində gəlib nə bilim 2000-ə oxumuruq axı heç bir obyekti. Yəni gəlin açıq danışaq. Onda Bu belə deyil aylıq axı. qazancınız 5000 var da, yəni 5000 aşağı düşünmürəm. 5000 də olur, 5000 aşağı da olur. 5000 də olur, 5000. Ay olub ki, mən 2000 almışam. Ay olub ki, 1000 manat qazanmışam. O da olub. Bəli. Elə ay olur ki, 1000 manat pul qazanırıq. Onda burada gəlib danışanlar biraz bayağı Burada gəlib danışanlar deyir ki, biz 70.000 pul qazanırıq. 70.000 pulu bu adam necə qazana bilər? Onda belə çıxır ki, 8000-ə gedirsən sən bu toya. Bir şey çox abardırlar. Yəni elə müğənnilər var ki, danışanlar sırf bizlə şou proqramı 300 manata gəlir bu adam. 300 manatdan artıq bu adama pul vermirlər. Sən necə burada danışmırsan? Mən 3000 manata gedirəm. 300 manatı 3000 manat eləyir bu adam. Elə deyil axı. Bəli qazanırıq. Ay olur ki, çox yaxşı qazanırıq. Ay olur ki, ümumiyyətlə pul qazanmırıq. Muxtarın obyekti mənim dostumun obyektidir. Gündəlik bu mənə müəyyən bir məbləğ verir 1 saat çıxış ərzində. Yaxşı, mən götürüm deyim ki, bu adam bugün alver eləməyib. Klient gəlməyib də. Az olub adam. Mən onu öldürüm ki, mənə pul ver bugünkü gün. Düzgün deyil axı. Tamamilə düzgün. Bəli, ay olub ki, qazandığımız vaxt olub, ay olub ki, qazandığımız çox az olur. Ay olur ki, 5000 üzəri olur. Olub. Olur, yox, olub. Amma ay olur ki, 5000-dən də çox aşağı olub. Maraqlıdır. Həyatda ən çox nəyə ehtiyacın var? Siz görürsünüz, sizin verdiyiniz sualların cavabını mən əvvəlcədən verirəm sizə. Həyatda mən düşünürəm ki, hal-hazırda heç nəyə ehtiyacım yoxdur. Hər şey çox gözəldir. Yəni istədiyinizə sahibsiniz. Siz bəlkə də buna qeyri-səmimi baxmayacaqsınız. Amma həyatda mənə ən çox səhnəm mənim üçün önəmlidir. Səhnədəyəm, hər şeydə yaxşı gedir. Düşünürəm ki, bundan sonra özümə onu arzulayıram, ancaq qarşılıqlı hörmət olsun. Həyatımda olacaq adamdan bu qədər. Firuzəyə sənət yolunda dəstək olanlar oldumu? Sənət yolunda deyərdim ki, mən yenə bayaq da qeyd elədim ki, sferada dost yoxdur, amma xətirlərini çox istədiyim, hətta bacı dediyim adamlar var. 3 nəfər var, ilk üçlüyü var. Çox sevirəm onları. Onlar həqiqətən də mənə heç vaxt pislik görməmişəm, arzulamayıblar, olmayıb mənim tərəfə pislik. Günümüzdə yəqin ki, inşallah ki, onlar da yəqin ki, dəvət edəcəksiniz. İnşallah. Gələrlər də. Çox sevinərəm ki, gəlsinlər. Son günlərdə trend ifalarından bütün o trendləri alt-üst eləyən bacılardır. Səma və Səbinə bacılardır. Bəli. Hamının sevimlisi. Salamlayıram onları, çox öpürəm. Məsələn, onlar heç vaxt mənə pislik arzulamayıblar. Görməmişəm pislik. Həmişə mənə yaxşı şeylər deyiblər. Səhv addım atmamışam. Atmaq istəsəm belə deyiblər ki, məsələn, bunu eləmə. Vaxt bu mahnını oxu, bu çox yaxşı olar. Paxıllıq görməmişəm heç bir zaman. Bir də təbii ki, Səma xanımın bir söz var. Can dostum olub, Muxtar bəy. Həmişə mənim addımlarıma özü baxır. Falan addımı falan at, falan şey, falan elə. Çox məsləhətləşirik biz onunla. Bəzi qərarları tək vermirəm yəni. Oyla danışaraq qarşılıqlı veririk qərarları ki, bunu belə edim, belə edim. Həmişə mənə deyir, sən mənim şah əsərimsən, sən mənim şah əsərimsən. Belə. Yəni, belə deyim ki, Muxtar bəyin sizin tanınmağınızda da böyük bir rol oldu, onu deyim. Mən zaten tanınırdım, amma bəli, onunla birlikdə işləyəndən daim Düzdür, tanınırdınız. Yəni, onunla bir işlədikdən sonra da deyərdim, mən tanındınız da. Bəli. Onun da mənim həyatımda böyük rolu oldu, mənim də onun həyatımda böyük rolu oldu. Əlbəttə, sözsüz. Çünki, bəli, gəlin bugün gün açıq danışaq. Obyektə gələn adamların 80% demək olar ki, gələn hamısı mənə soruşur. Sözsüz, əlbəttə. Firuzə xanım bugün olacaq. 2 gün biz Gəncəyə getdik. Gəncədə başqa bir obyektdə konsert verildi orada. 2 gün orada müharibə idi. Bəs bugün Firuzə xanım olmayacaq. Bay Muxtar restoranı sizə görə mən deyərdim də, yəni. Bu real da olsa mən deyəcəm. Yox, zaten tanınırdı. Düzdür, tanınırdı, amma sizin də orada olmağınız Məndən əvvəl daha də böyük. orada ifaçılar olub.
Məndən əvvəl də adamlar olub ki, hansı ki, işləyib onlarla da, amma Şəxsən bax mən bir izləyici olaraq deyirəm, heç aparıcı olaraq mənə yox. qədər mənim kimi mənə bu vızdırıb olmamışdı da. Baxın, mən çox böyük səmimi qabal oldu. danışıramsa səmimi də cavab verəcəm. Bir izləyici olaraq mən Baymuxtar restoranını sizə görə tanımışam. Yəni başqaları hansısa bir müğənniyə Mənə görə tanına qədər də bilər. olub. Müğənnilər olub mənə mən qədər də. bir izləyici olaraq deyirəm ki, şəxsən mən sizə görə tanımışam. Bəli, sizin kimi çox adam elə deyir. Yəni çünki Ora bilsiniz mənim obyekt kimi baxmıram. Ora mən iş kimi, ora mənim ikinci evimdir. Çünki biz Muxtarla bizim başqa bir dostluğumuz var həqiqətən. Biz çox yaxın dostuq. Və Muxtar çox gözəl dostdur. Sözün əsl mənasında heç vaxt o dost yaxşı gündə hamısı yanındadır, amma çox pis günün dostudur. Çox fərqli. Yaxşı ki də var həyatımda elə dostlarım. Çox xoşbəxt insanam. yaxşı şey olsun. Yəni yaxşı dostlar hər zaman. Mənim həyatımda da var yaxşı dostlar. Yaxşı dostdur, bəli. Var, başqa dostlarımız da var ki, mən ümumiyyətlə qadınlarla dostluq eləmirəm. Paxıllıqla bağlı yoxsa Bəli. bir söz var ki, qadın Zərbə ilə paxıllıqdır. bağlı, paxıllıqla bağlı. Kişidən o qədər zərbə ala bilmərsən, amma qadından alırsan o zərbəni. Mənim padrukam yoxdur ümumiyyətlə. Mənə bu həyatda ən yaxınım anamdır. Qadınlardan anamdır. Bu qədər. Bir tək anam. Hər şeyimi anamla bölüşən insanam. Hər şeyimi anam biləndir. Yəni hər bir şeydən mənim anamın xəbəri var. Yəni belə deyim sizə. Deyək ki, 10 illik rəfiqəm, padrukam falan, yox, xeyr, bunlar yoxdur. Yaxında adamlar var, qızlar var, mənim belə köməkçim var falan. Yaxınlıq bilirsiniz də. Amma dost mənim üçün çox başqa bir mövzudur. Mən dostlarıma heç vaxt xəyanət eləmirəm. Demək ki, siz əsl dostsunuz. Əsl dost dostuna xəyanət etməz. Mən xəyanət eləmirəm və mənim üçün bilirsiniz nə önəmli? Mən özüm də eləyəm. Mən bir masada oturanda, əgər siz mənim dostumsunuzsa, sizin haqqınızda kimsə mənə danışa bilməz. Və yaxud danışırsa da mən onu götürüb qulaq asıb gəlib demirəm ki, sənin haqqında kimsə mənim masada danışıb. Mən yaxşı dostamsa, mən o masada onun cavabını verməliyəm. Və onu gəlib sizə deməməliyəm. Və həmişə də belə eləyirəm. Bir çox getdiyim məkanlarda mənə deyirlər ki, ayda sən oradasan deyə Muxtar belə işləyir. Bəs onun şeylər nədir onun adı? Ayrıcılıqlar nədir də? Yəni o hitristlər, o yəni nədir ki, sən nə edirsən, necə çəkiliş eləyirsiniz? Muxtar da belə çox şeylər danışırlar. Mən deyirəm bir dəqiqə dayan. O düşünür ki, mən onun müğənnisiyəm də, yəni düşünmür ki, mən onun dostuyam. Sən bir dəqiqə deyirsən, sən mənim dostumdur. Sən niyə belə danışırsan? Sən niyə elə danışırsan? Bunu belə demirsən, düz danışmırsan. Yəni yerində cavabını verirəm onun. Gəlib də onu orada demirəm ki, hə sən düz deyirsən, gəlib Muxtara demirəm ki, ay Muxtar, xəbərin var falan kəs sən haqqında falan şey danışıb. Vaxt olur ki, o eşitdirməlidir, niyə mənə deməmisən? Deyirəm mən çünki onun yerində cavabını vermişəm. Məncə elə əsl dost belə dostdur. Mən də elə düşünürəm. Pula görə bir yerdə dostluq eləmirik. Olub ki, onda da olub o eləyib, məndə olub mən eləmişəm. Məndə olmayıb o eləyib, onda olmayıb mən eləmişəm. Düşünürəm ki, zamanda belə çox dalaşırıq ha. Yəni bu demək deyil ki, biz dalaşmırıq. Biz dalaşırıq, küsürük də. Mən hətta küsəndə səhnədə baxmıram kameraya belə. Bax da kamera deyirəm, yox, küsmüşəm mən sənə. Amma sağ olsa bir könlümü almağa bacar. Ümumən yerdən küsərlər də. Sözsüz. Dostumdur deyə küsürəm. Dostum olmasa küsmərəm axı. Mən də əzizlərim, sizləri çox sevirəm. Məni sevənlər, sevməyənlər. Yaxşı ki varsınız. Bugün sizin sayənizdə tanınıram. Siz olmasaz təbii ki mən tanınmırdım. Hər şey sizin sayənizdədir. Yenə deyirəm, sevənlər və sevməyənlər. Anti-reklamdır, özü də bir reklamdır. Təşəkkür edirəm hər birinizə ki, mən bugünkü bu yerdəyəm. Təşkilata dəstək üçün də Flash Studiyaya təşəkkürlərimizi bildiririk ki, bizə belə bir rahat ortam yaratdı. Biz rahatlıqla danışa bildik. Sizləri çox sevirəm, izləmədə qalın. Yeniliklər olacaq. Yenə görüşəcəyik. İnşallah əlbəttə. Daimi şəkildə. Yenə görüşəcəyik. Yenə maraqlı söhbətlərimiz olacaq. Mən də sizə təşəkkür edirəm ki, bugün səmimi cavablar verdiniz. Səmimi oldunuz. Mən bu verilişə gəlməməzdən qabaq hər kəs mənə deyir ki, falan sualı verə bilərlər, falan cürə cavab ver. Birdən falan sualı verilir, sən nə deyərsən? Mən maksimum dərəcədə, yəni maksimum mən olduğum kimi olacağam. Bəli.
Və olduğum kimi idim. Düzdür, yəni son proqramdan sonra bəzi müğənnilər verdiyim suallara görə qorxa bilər, amma əslində Yox, mən mən tənqidlərə yenə deyirəm, açıq insanam. Mənim üçün heç bir problem yaratmır. yəni bilirsiniz nədir? Mən verdiyim suallar şablon suallar deyil. Mən səmimi olaraq, yəni izləyicilərdən gələn suallara baxıram, yəni ona uyğun suallar verirəm. Yəni əgər bu gün mənim proqramımda iştirak edirsinizsə bir müğənni olaraq, yəni səmimi olmalısınız da, yəni. Guya ki, bu gün gəlin burada danışın, deyin ki, mən beləyəm, mən beləyəm. Onsuz izləyici bilir axı siz nəsiniz. Yəni reallıq var da, yəni. Yəni pissinizsə biləcək ki, izləyici ilə sən pissən. Bu gün belə deyim ki, sən pis bir insan ol, gəl burada özünü təriflə. Mən beləyəm, mən ağıram, nəsə belə də yəni. Amma izləyici onsuz ona baxmayacaq. Çünki sən olduğun kimi danışmırsan. Yəni izləyici nəyə baxır? Sən olduğun kimi danışırsan. Səmimiyyətə izləyici baxır. Son olaraq da əziz izləyicilər, bizi izləməkdə davam edin. Növbəti qonaqlarımız olacaqdır. Onun üçün də mən çalışıram ki, sizin yorumlarda yazdığınız müğənniləri də dəvət edim. Və çalışıram ki, suallar da sizin verdiyiniz suallara uyğun olsun. Onun üçün də bizi izləyin. Bizi sosial şəbəkədən izləyin, bütün səhifələrdən izləyin. Çünki biz tam fərqli formatda proqram çəkirik və Bəli. tam formatda da cavablar alırıq. Təşəkkürlər. Sağ Sağ olun. olun, özünüzə yaxşı baxın, özünüzü sevin. Bu həyatda ən dəyərli özünüzsüz. Mən də sizləri sevirəm. Sağ olun əziz izləyicilər.